Bugün istəyirəm ki, sizinlə öz təcrübələrimi bölüşüm. Uzun müddətdir necə effektiv hazırlaşmaq, işləmək olar deyə onu öz üzərimdə təcrübə eləməyə çalışırdım. İş sistemim var, özüm tələbəyəm və həyat sistemim çox ağırdır. Belə bir üsuldan istifadə elədim. 1 saat işlədim, 10 dəqiqə istirahət elədim. 1 saat işlədim, 10 dəqiqə istirahət elədim. Və əsasən mənim dərslərim axşam saatında olur və müəllimlərə canlı dərs keçirəm. Əgər istirahət eləməsəm, beynim çox yorulurdu. Dərin yuxuya da gedəndə, duranda özümü qəribə hiss edirdim. Qərarı aldım ki, saat 5 tamamda uzanım, 20-25 dəqiqə uzanırdım və duranda beynim tamamilə təzələnmiş formada olurdu. Yəni, diqqətimi yaxşı toplayırdım. 1 ay, 2 ay bu üsuldan istifadə elədim. Daha sonra mənə maraqlı gəldi ki, görəsən bunun bir elmi isbatı, elmi adı varmı? Uzun müddət araşdırdıqdan sonra gördüm ki, bu power nap imiş. Bəli, bu elmi tədqiqatda sübut olunmuş bir üsuldur, bir yöntəmdir. Power nap nə deməkdir? İnsan günortaya qədər çox çalışdıqda istər-istəməz zehni yorulur, bədəni yorulur, enerjisi azalır. Power nap 20-25 dəqiqəlik bir yuxu sistemidir. Amma siz orada vaxtı uzada bilməzsiniz. Niyə? Əgər vaxtı uzatsaz, artıq REM yuxusuna keçir. Bu yuxudan da ayıldıqda özünüzü biraz qəribə hiss edirsiniz. 20-25 dəqiqəlik həmin zaman dilimi sizin beyninizi tamamilə təzələyir və diqqətinizi artırır, stresi isə azaldır. Bu üsuldan mütləq istifadə edin.